У нас в гостях, смотрите, кого я встретил, Нигар Кәримли, Салам. фудблогер. Демали, у нас сегодня будет с ней такой мини-маленький разговор. Yani ben bir iki tane sualım var Nigar Hanım. Zəhmət olmasa, biz Bakıda tanış olanda, deməli, sizdə 5000 подписчикlər var idi. İndi 8000 baxmışam. Biz müsaitlik başlayalım istersen. Müsaitlik başlayalım da bura. Да, yani расскажи, Нигар, как ты вот так вырастила свой блог? Ben ama Azərbaycan dilində izah edəcəm. İstəsən olar İspan dilində, problem yoxdur. Okay. Deməli, ilk öncə deyim ki, necə başlamışam bu işə. 14 yaşım var idi. Hələ o belə balaca telefonum var idi mənim. Daha o videolarımda qalır. Mən belə naushniklar taxırdım, videolar çəkirdim. Çox xoşuma gəlirdi o tipajlı videolar. Sonra Türkiyədə bir qızla oğlan var idi. Bloger idi onlar da, food bloger idi. Onlardan ilhamlandım əslində, amma bu qədər kütlənin bəyənəcəyini düşünmürdüm. Çünki elə bir kontentim də yox idi, yəni fərqli kontent deyildi. Artıq bu kontent var idi. Amma ki, düşündüm ki, kontenti mən qarışdırım. Azərbaycanda daha çox kontent ya ASMR-dir, yeyirsən, ya danışırsan, ya da restoranları təqdim edirsən. Mən üçünü də qatdım bir-birinə və yavaş-yavaş başladı kütlə tərəfindən sevilməyə. Bu arada heç bir məqsədim də yox idi ki, tanınım, nə bilim, reklamlara çağırılım. Səhifəm çox balacaydı və reklamlara çağırıldıqca səhifəm həm artırdı, həm də mənə dedilər ki, sizin izləyici kütləniz çox real olduğu üçün, yəni səmimiyyət tapırlar düşünürəm. Ona görə də heç bir məqsəd qoymadan başladı yavaş-yavaş bloqum böyüməyə. Sadəcə indi mən Avropaya köçdüyüm üçün biraz səhifədə problemlər olur alqoritmlə bağlı. Amma ümumilikdə daha da yüksəyi düşünürəm. Artıq məqsəd qoymuşam 1 milyon. Buna kimi yox idi. Bundan sonra məqsədim 1 milyondur. Düşünürəm ki, yavaş-yavaş həm keyfiyyətli videolar olsa daha yaxşı olar. Amma bunu da deyim ki, əgər nəsə belə ora can qoyuram, video çəkirəm, xüsusi nə bilim nələr-nəsə izlənmə olmur. Hansı ki, prosta evdə oturum, nəsə yeyim, yeməyin səsi gəlsin, o izlənmə çox olur. Və mənim Kısaca o yeməyin səsi əsas əsas məqsədidir, hə. Bəli, düzdür, bəyənməyənlər də çox olur, çoxlu tənqidlər olur. Yəni əgər mövzu blogerliyidirsə, birinci psixologiyamızı düzəltməliyik, onlarla qarşılaşmaq üçün. Çünki hətta qarğışlar belə yazılır səhifəmizə, özümüzə. Ona görə də çətindir bəzi şeylər. Yaxşı, Nigar xanım, bəs mən bilən sizə də reklama görə də müraciət edirlər. Bəli, Artıq hal-hazırda başladı eləyirlər. hansı restoranlar, ya da mağazinlər. Yox, mən restoranlara Azərbaycanda çox gedirdim. Həm ödəniş götürürdüm, həm də biz bəyənib-bəyənmədiyimizi bildirirdik. Amma mən restoranlara getdikdə hər dəfə bəyənməsəm paylaşmayacağımı bildirirdim. Amma ödənişimizi də qaytarmayacağım deyirdim. Ona görə bəzən reklamlar məni atqaz edirdi. Yenə də deyirəm, mənim üçün güvən önəmlidir. Biri var, mən kütlənin ümumi güvənini qazanıram. Biri də var ki, bir dəfəlik reklam verdi mənə, kütlə getdi, narazı oldu, onun ardı gəlmir. Ona görə də mənim üçün o önəmlidir, yəni güvən məsələsi. Reklamlar təbii ki, Azərbaycanda daha çox olurdu. İndi də mənə müraciət edirlər ki, kontent yaradaq. Sadəcə hər kontent alınmır, amma yüngül belə story reklamları qəbul edirəm hal-hazırda da. Tak, indi siz İspaniyaya köçmüsünüz. Bəli. Расскажи про свои планы в Испании. Bu əslində mən çox danışmıram bu mövzu ilə bağlı. Mənim Qısa əsas planım odur ki, burada sənəd aldıqdan sonra bilirsiniz ki, ümumiyyətlə bu ölkədə ən güclü aşbazlar buradan yəni var və burada yaxşı məktəblər var, hansı ki çox güclüdür, dünyada tanınır. Onların birində əslində oxumaq istəyirəm, amma aşbaz işləmək üçün yox. Özüm üçün gələcəkdə bir restoran açmaq istəyirəm, amma o mövzuya girməyəcəm, çünki o mənim beynimdə olan, istəmirəm onu, o kontenti verim. Amma onun üçün əsas Avropaya köçmüşəm. Avropada bəzi mövzuları öyrənmək, daha dərinliyə düşmək, yəni sırf restoran kimi yox, həm də hansısa bir millətin, hansısa bir ölkənin mədəniyyətini ora qoymaq istəyirəm. Yəni belə, əsas planlarım hələ ki budur. Və yenə də deyirəm, həyat nə göstərsə, onun da ardınca getməyi də planlayıram. Yəni yapışmamışam bir mövzudan, bir istiqamətdən. Belə. Хорошо, Nigar xanım, mənim подписчикlərim və öz подписчiklərim sizə baxanda nə məsləhət verə bilərsiniz? Kimini başda
kim indi başlamaq istəyir və sizin kimi öz bloqu böyütmək istəyir, Okey. məsəl üçün Əgər siz bura Məşhur. girmək istəyirsinizsə blogerliyə, fərqi yoxdur. Food bloger və yaxud da travel bloger. İlk öncə onu deyim ki, hər şeyə hazır olun. Təhqirlərə, adıma açılan səhifələr belə olub təhqirli formada. Yəni ki, əgər ailəviz də buna hazırdırsa, ilk öncə onu da deyim, ailə mütləq şəkildə hazır olmalıdır. Məsələn, mənim ailəm mənə daha çox dəstək olur, nəinki mən özümə. Çünki mən özüm çox tez özümdən çıxırdım pis sözlərdə, hətta dəfələrlə səhifəmi bağlamaq belə istəmişəm. Sonra baxdım ki, əgər mən bu üzrə yüksəlmək istəyirəmsə, mən bunlara qəti şəkildə fikir verməməliyəm. Əsas psixologiyavızdır. Qalan hər şey öz yoluna düşəcək və səbr lazımdır. Mənim səhifəmin aktivliyi düz 1 ildən sonra başladı. 1 il ərzində mənim çox az baxışlarım var idi, çox az baxırdılar, amma mən heç ona fikir vermədən davam edirdim və bəhrəsini də gördüm. İlk öncə psixologiyamızı qoruyun, ikinci də səbr. Səbr, bu qədər. çox sağ olun Nigər xanım. Siz sağ olun. Желаем вам удачи. Spasiba. Gəlin. Biz də sizə sağ olun. Sağ olun.